Bugün Qusar rayonunda sözün və qələmin gücünə inanan, Azərbaycan mətbuatının inkişafında özünə məxsus iz qoymuş jurnalist və publisist Nəbir Zayevin xatirəsinə həsr olunan tədbir keçirilib. Qusar rayon icra hakimiyyətinin, eləcə də Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan tədbir ilk olaraq Ulu Öndər, ümumilli lider Heydər Əliyevin abidəsi önünə gül qoymaqla başladı. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Nəbir Zayev yalnız bir qələm adamı deyildi. Onun sadəliyi, səmimiyyəti, insanlara qayğısı və dürüstlüyü hər kəsin qəlbində silinməz iz buraxıb. Yazıları oxucunu düşündürən, ədalət və haqq uğrunda mübarizəyə çağıran bir məktəb idi. Həqiqətən bugünkü məclis çox səmimi, insanlıq hisslərini üzə çıxaran bir tədbirdir. Hamımız rəhmətliyin işığına toplaşmışıq, onun adını, onun necə bir insan olduğunu bilirik. Burada xatirələr danışır, mənim də onunla bağlı xatirələrim var. Yəni, biz rayonumuzda Qusar qəzeti çap olunurdu Sovet dövründə. Ştatdan kənar müxbirləri də olurdu, onun öz müxbirləri də vardı. Yəni, könüllü şəkildə qəzetlə əlaqə saxlayanlar var. Mən də gənc yaşlarında, hələ məktəb illərindən qəzetlə əlaqə saxlayırdıq, kənddə böyümüşəm. Oradakı bəzi yenilikləri, məktəblə bağlı, çatışma problemlərlə bağlı kiçik yazılarım olurdu. O vaxtı rəhmətli Nəbi də aktiv bir müxbir idi. Yəni yazırdıq, bununla bağlı bizim əlaqələrimiz olur. 1957-ci il mayın 7-sində Qusar rayonunun Həsənqala kəndində anadan olan Nəbir Zayev ibtidai təhsilini doğma kəndində alıb. Daha sonra Balaqusar kənd orta məktəbini bitirib. O, gənc yaşlarından qələmə və sözə maraq göstərib. Lakin gənc yaşlarında ağır xəstəliyə düçar olan jurnalistin həyatı sınaqlarla dolu olub. O, fiziki məhrumiyyətlərə baxmayaraq əlindən qələmi yerə qoymayıb və rayon qəzetlərində məqalələr dərc etdirməyə davam edib. 1989-1996-cı illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alan Nəbir Zayev sonralar Qusar, Xalq, Azərbaycan Gəncləri, Bakı, Zaman kimi qəzetlərdə yüzlərlə məqalə və oçerklərlə çıxış edib. Onun evinə təkcə həmkarları yox, sənət və ədəbiyyat dünyasının tanınmış simaları da tez-tez baş çəkərdilər. Xalq artistləri Nəsibə Zeynalova, Əli Baba Məmmədov, Arif Babayev, yazıcı Qulu Xəlilov, professor Zemfira Verdiyeva onun yaxın dostlarından olublar. 1992-ci ildə Nəbir Zayev Azərbaycan Jurnalistlər Birliyinin üzvü seçilib. O, qələm və ruh gücü ilə insanlara ümid, sədaqət və həyat sevgisi aşılayıb. Nəbir Zayevin həyat və yaradıcılıq gecəsində Qusar rayonunun ictimaiyyət nümayəndələri ilə yanaşı xalq artisti Nəsibə Zeynalovanın nəvəsi, Mədəniyyət Nazirliyinin əməkdaşı Nəsibə xanım Zeynalova Nəbir Zayev haqqında çəkilmiş Yaşamaqdan Doymayanlar adlı filmin ssenari müəllifi, əməkdar jurnalist, Azərbaycan Respublikasının Audio-Vizual Şurasının üzvü Bəxtiyar Qaraca, həmin filmin rejissoru, telejurnalist, 1001 Info Az saytının baş redaktoru Kəmalə Mirzəyeva da iştirak ediblər. Tədbirdə çıxış edənlər bildiriblər ki, Nəbir Zayevin həyat yolu, yaradıcılığı və mübariz ruhu gənc jurnalistləri üçün bir nümunədir. Sonda Nəbir Zayevin həyatından bəhs edən Yaşamaqdan Doymayanlar adlı film nümayiş olunub. Firuz Qayıtmazov, İlkin Qayıtmazov, F Production, Qusar.